Azərbaycan tarixinin antik və erkən orta əsrlər dövrünü əhatə edən Qafqaz Albaniyası 1000 illik dövlətçilik tarixinə malikdir. Qafqaz Albaniyası ilə bağlı məlumatları ilk olaraq mixi və antik mənbələr vermiş, onun ərazisi, əhalisi, yaşadığı sosial-iqtisadi prosesləri diqqətə çatdırmışlar. Antik Yunan müəllifi Strabon göstərirdi ki, Albaniyanın əkinçilik üçün yararlı düzən yerləri Babilistan və Misir torpaqlarından daha yaxşı suvarılırdı. Belə əlverişli şərait ölkədə təsərrüfat və mədəniyyətin inkişafına təkan verir, əhalinin sıxlığı artır, yeni yaşayış məntəqələri yaradılırdı. Qafqaz Albaniyasında antik yaşayış məskənləri haqqında bilgiləri 20-ci əsrin ortalarından etibarən ölkə ərazisində aparılan arxeoloji qazıntılar da artırmışdır. Albaniyanın şəhər tipli antik məskənlərindən bir çoxunda geniş arxeoloji tədqiqatlar aparılaraq Şamaxı, Xınıslı Şamaxı, Qəbələ, Qalatəpə Ağcabədi, Şortəpə Bərdə, Təzəkənd Beyləqan, Meydantəpə Naxçıvan, Qaraköpək-Təpək Füzuli və başqa abidələr haqqında arxeoloqlarımız zəngin maddi faktiki materiallar əldə etmişlər. Tanınmış Azərbaycan alimləri İlyas Babayev, Cabbar Xəlilov, Fəridə Məmmədova, Kamal Əliyev, Mübariz Xəlilov və başqa tarixçilər qədim albanların maddi mədəniyyətinin tədqiqinə böyük töhfə vermişlər. Azərbaycan albanşünaslarının uğurlarını geniş auditoriyaya çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qafqaz Albaniyasının intibahı layihəsi çərçivəsində apardığı tədbirlər proqramını davam etdirərək 25 fevral 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialında elmi müzakirə təşkil etmişdir. Layihə çərçivəsində keçirilən Qafqaz Albaniyasında antik yaşayış məskənləri Biz nə bilirik adlı mühazirə auditoriya tərəfindən maraqla qarşılanmışdır. Mühazirəni tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutunun çöl tədqiqatları sektorunun müdiri Təvəkkül Əliyev oxumuşdur. Mühazirəçi auditoriyaya belə bir fikir çatdırmışdır ki, tarix bizim kimliyimizi tanıdan, dövlətçilik ənənələrimizi yaşadan, tolerantlığımıza şahid olan əsrlərin yaddaşı və soy kökümüzü qoruyan sir pərdəsidir. O sirləri açmaq, dərin araşdırmalar süzgəcindən keçirmək, gələcək nəsillərə ötürmək isə qarşımızda duran müqəddəs vəzifədir. Zaqatala qədim tarixi mənbələri ilə ölkədə məşhurdur. Alban mədəniyyət mərkəzi, Alban dövlətçiliyi, Alban xalqının tarixi, adət-ənənələri, milli tərkibi, dini və s. haqqında tələbələrə geniş məlumatlar verildi. Bu məlumatlar tələbələr üçün, bizim xalqımız üçün böyük əhəmiyyət kəsb eləyir. Yəni, vaxtilə bu tarix dəqiq öyrənilmədiyi üçün, burada müəyyən boşluqlar olduğu üçün, hazırda Alban dövlətinin tarixini öyrənilməsi böyük əhəmiyyət kəsb eləyir. Təvəkkül Əliyev Qafqaz Albaniyasının antik yaşayış məskənləri haqqında maraqlı faktlar göstərərək qeyd etmişdir ki, antik müəlliflər Strabon, Böyük Plini, Ptolemey, Dion Kassi və başqaları öz əsərlərində Qafqaz Albaniyasının qədim yaşayış məskənləri haqqında məlumat vermişlər. Strabon 2, Ptolemey 29 Alban şəhərinin adını çəkmiş, Böyük Plini isə Albaniyanın baş şəhərinin Qəbələ, Kabalaka olduğunu göstərərək qeyd etmişdir ki, bu şəhərlər inzibati, mədəni, ideoloji və iqtisadi məskənlər kimi ölkənin və xalqın sosial-iqtisadi həyatında mühüm rol oynamışlar. Burada olan tələbələr tarixlə bağlı daha çox maariflənirlər və bu tələbələrin öz soy köklərindən, tarixlərindən məlumat alması təkcə tarix kursunun tələbələri deyil və digər kursun tələbələri də bu məlumatlara nail oldular. Mühazirə auditoriyanın böyük marağına səbəb olmuş, mövzu ətrafında geniş müzakirələr keçirilmişdir. Suallara ətraflı cavab verən Təvəkkül Əliyev sonda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qafqaz Albaniyasının intibahı layihəsi çərçivəsində aparılan tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Qafqaz Albaniyasının araşdırmasında həllini gözləyən məsələlər çoxdur. Tədqiq olunmuş yüzlərlə abidə öz sirrini saxlamaqdadır və bu sirlərin açılması Azərbaycan albanşünaslarının əsas məqsədlərindəndir.